Salam millət, necəsiniz? Vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Qarşınızda yeni bir meyvə qurusu ilə buradayıq. İndi bunu almışam, amma deməyəcəm nədir. Əslində Azərbaycanda çox da məşhur deyil. Biraz yüngül də araşdırma elədim ki, bu nə olan bir şeydir. Göstərirəm belə, rəngi belə bir rəngi var. Sarıya bənzəyir. Onun ki, bu meyvə əsasən vətəni Cənubi Amerika və Hindistan subtropik zonada yetişir. Azərbaycanda da bu yetişir, sadəcə Lənkəran bölgəsində, amma üstünlük vermirlər. Çox zəngin bir vitaminə malikdir. Məsəl üçün A vitamini daha yüksəkdir burada. Belə ümumi desək, yəni gözə çox xeyri var. Xərçəng xəstəsi olan insanların da onun qarşısını alır, kömək edir, faydası var. Yəni, çoxdur sözdə faydası. Burası biz bunun meyvənin qurusunu aldıq. İndi onu test edəcək, görə necə bir şeydir. İlk öncə birini götürürəm. Belə bir düzəldiblər. Bir onun qabığıdır, içi ilə bir yerdə qurudublar, necə eləyiblərsə. İndi bir dənə iyi biraz başqa cür gəlir. Dadına baxıram. Fərqli bir dadı var. Şirində sonra dalaca istiyotfason bir acı dadı gəlir. Az miqdarda. Burada indi dostlarımız da var, onlarla da paylaşacağım. Onlar da öz fikirlərini deyəcək. Merəkdən zəhmət olmasa birini götürüb aldı. Əslində onu demək istəyirəm ki, bunu almışam, bilmirlər ki, nə meyvə qurusudur. Təqdim elədim, baxıb fikirlərimi deyəcəklər. Dadı, nəyi xatırladır, necə bir... Almaya oxşur. Almaya? Yox, deyil. Mən uşaq vaxtı 2-ci sinifdə vitamin çatışmazlığına görə çoxlu kağız yeyirdim. Kağız dadı verir, özdə hansı sarı kağızlar var. Sırf onun dadını verir. İndi kim yiyibsə uşaqlıqdan nasıl verir? Bəlkə elə kağızda rəngi də sarı. Rəngi də sarı kağız elə bundan hazırlayırlar. Xam malı da kağızı. Ola bilər. Amma alma dadı verir, həqiqətən alma dadı verir. Alman dadını sən harada istəyirsən, mən hələ də başa düşürəm. Ağzında istəyirəm. Başa düşürəm, hansı hissədə gəlib o almaya çıxırsa. Məsələn, Tural haradasa kağıza bənzədir, amma... Kişilərin dad fərqlidir. Olar. Tural, maşallah sən də... Yemişdi bu. Kağızın, hər bir məhsulun adına baxmışsan. Bəli. Yemişdi bu. Özüm təyin elə ki, nədir? Mən sizdən soruşacağım. Mənə sual vermək üçün təqdim eləməliyim ki sizə. Sizdə nədir? Birinci... Düz deyir, amma yemişə də oxşur. Biri nədir səncə? Zəvuş bəydən aldığım video xaricində alma demişəm. Amma yemişin belə nazik qabığını burada saxlamazlar. Çünki yemişin qabığı yeyilən bir şey deyil. Ona görə yemişin qabığını yeyəm, banayam, inəyəm. Yəni amma... Amma almaya da oxşuyor. Bax, da indi. İnşallah ki, Zəvuş bəy deyən olmaz. Nədir sən nədir? Məncə əsasən almadı, olmazsa yemiş. Ya alma ya yemiş. Zəvuş bəy deyəcək. Zəvuş bəy nədir? Valla yemiş gəlib eyləyim. Amma bu interes tutanlar tutan ben. Belə acılıdır, şirindir, onu demək. Acılığı da var. Yəni, görürsən acılığı da var. Şirin və gəlir, sonra dalıcı acılıq gəlir arxadan. Biraz da dərman dadı verir, hansı dərman. Adamın ağzı xəstələnəndə... Əslində o deyib ki, dərmandan da çox belə keyfiyyətli bir meyvədir. Dərman dadı verir. Təsvir olaraq təxminən alma boyda olur bu. Amma nədir? Mandarindir bu, ya portaxal. Yox, yəni. Yox, portaxal tam verir. Onun yanında belə onu yoxdur, yoxa çıxar. Bu material olaraq qalıb axı. Material olaraq eləsin. Yəni ki, bu sərtdir. Mandalin olsa bu yoxa çıxar. Yox, portaxal deyirəm. Portağalı böldün ortadan tutaq ki. Lifləri var da, o solar, su kimi də axı əriyib gedə bilər. Amma çox qəşəngdir. Sən öz fikir videoya görək. Yəni hiss olunur qurusundan ki, subtropikdir yəni. Amma konkret olaraq deyə bilməyəcəm. Və o kağız dadını mənə sadəcə nostalji
tam olaraq dad olaraq, yəni şirindir, Nəyə acıdır, yaxın? turşdu, duzludur. Biraz acılıq var, turşa şirinlik var. Nə şirindən turşuğa, turşa şirinlik var. Son variant deyə bilərəm. Yəni şirindən turşa deyil, turşdan şirinə doğrudur. Ola bilsin ki, onun uzun müddətli qalıcılığını təmin etmək üçün hər hansı bir kimyəvi maddə vurublar, bir deyə bilərəm. O nə qədər təsir göstərib ya təsir göstərməyib. Son variant deyə bilərəm. De. Bu mangodur, milyon faiz. Ola bilər. Bəs Siyavuş bəy, Mango Mango soğuk. da ola bilər. Hə, mangoda acıqlıq var. Düz deyil. Qırmızı. Subtropik dalı Hə, var. hə, Portakallı oxşatmalı bəyər. Mangoda acılıq. Mango ola bilər. Yox, mango dadına oxşamır məncə. Acılıq var amma həmin acılıq. Demirəm hər gün yeyirəm mango, pulum yoxdur, amma azdan çox da yadımda qalan mangoya da oxşuyur. o nə bilim çox uzaqlara getdi də məncə. Ya almadı ya mango vəssalam. Yox, məncə tanış dad deyil. Yəni bildiyimiz o qədər də tanış dad deyil, fərqli meyvədir. Və xatırlamıram nə vaxtsa yemişəm bu meyvədən. Onu belə eləyir də, mən gəl açıqlayım nədir bu. Banandır bəlkə. Banan? Deyil. Bu lap həftə becər oldu. Ay o banan deyil. Bunda qəribə bir dənə dərman tamı da var. Bilmirsən amma nədir? Mənəsə dərman tanı. Qəribə yüngül bir dərman aroması da var. Elə bil o dərmanı bundan hazırlayırlarmış kimi. Bəli, Ola dərman bilər. tanı. İnsan soyuqlayanda ağzında bir dad həmin. Aa, həmin daddır. Soyuq dəymə də. Stres şey deyirsən. Sonra dərmanın dadı olur. Yemiz ədiyyəsi. Hə, olur o. Hə, deyim nədir? Əslində bu guava meyvəsidir. Nə meyvəsi? Guava. Gündə guava yeyirsənsə, Guava meyvəsidir. Yəni çox faydalı meyvədir əslində. Onun meyvənin qurusudur. İndi biz bunu aldıq. Əslində o meyvənin özü olsaydı onu çəkmək daha maraqlı olardı. Yəqin düşünürəm ki, gələcəkdə onu tapıb çəkəcəm. Çünki mən bu haqqında məlumatı oxuyanda çox belə zəngin meyvədir. Dəhşət çox faydalıdır da. Yəni bizdə də əslində dediyim kimi Lənkəran zonasında yetişdirilir, amma Hamı yeyir bu. populyarlıq olmadığına görə İnsanlar bundan alıb istifadə eləmirlər də. 18 manat 55 qəpidir. Müəyyən miqdarda aldım, bunu test elədi. Dadına baxdı. Dostlar təəssüf edirəm ki, tapa bilmədilər nədir. Maraqlı bir meyvə olduğuna görə bilsəydim də deyə bilməz. Və guava nə? adı da səhtindir, düzdür. Maraqlı meyvədir. Məsləhət görürəm ki, siz də alın, dadın, istifadə edin. Mümkün olsa özünü tapın, yeyin. İçi açıq belə pəmbə bir və suludur. Hətta bundan soklar da eləyib içirlər, kokteyllər. Çox belə maraqlı bir meyvədir. Bugün də meyvə ilə tanış olduq. Test TV baxıb izləyib abunə olmağı unutmayın. Hələlik dostlar.